Hər vaxtınız xeyir olsun. Yaxşısı budur da xoş gördük. Bu dəfəki verilişimizdə artıq çəkilərdən xilas olmaq üçün həyata keçirilən mədə kiçiltmə əməliyyatından bəhs edəcəyik. Bu əməliyyatın kimlərə uyğun olub olmadığını bilmək istəyirsinizsə, yaxşısı budur, diqqətiniz bizdə olsun. Bariatrik əməliyyat ilk dəfə harda icra olunub? Bu əməliyyatın neçə növü var? Ən çox hansı hallarda mədə kiçiltmə etmək mütləqdir? Kimlərə bu əməliyyatı etmək tövsiyə olunmur? Bariatrik əməliyyatdan sonra necə qidalanmaq lazımdır? Əməliyyat sonrası niyə idmanla məşğul olmaq tövsiyə olunmur? Hansı hallarda insanlar mədə kiçiltmədən sonra xərçəng xəstəliyinə tutulur? Məşhur qonağımız bariatrik əməliyyat etdirib, yoxsa pəhrizli arıqlayıb? Bütün bu və daha çox sualların cavabını az sonra yaxşısı budur da tapacaqsınız. İlk mədə kiçiltmə əməliyyatını 1988-ci ilin mart ayında Doug Hess həyata keçirib. Bundan sonra ard-arda aparılan 20 əməliyyatdan çıxan xəstələr 16 ay boyunca müşahidə altında saxlanılıb. Məlum olub ki, itirilən artıq çəkilər 7-25 kiloqram arasıdır. Bariatrik cərrahiyyənin təməli deyərdik ki, 60-cı illərdə qoyulub. O zaman aparılan bəzi xüsusi eksperimental əməliyyatlar nəticəsində müəlliflər görüblər ki, pasientlərdə irəli dərəcədə arıqlama baş verir və onlar bir çox yanaşı xəstələrdən azad olurlar və tədricən bunu tətbiq eləməyə başlayıblar. Lakin xüsusi tikiş cihazlarının qapalı üsulla tətbiq edilməsindən sonra bunlar 88-ci ildən sonra biraz da geniş vüsət alıb və gündəlik praktikada istifadə olunur. Mədə kiçiltmə əməliyyatı cərrahi yolla mədəyə müdaxilə olunması deməkdir. Bu vasitə ilə pasiyentin daha az qida ilə doyması nəzərdə tutulur. Əgər bugün baxsaq, piyələnmə bütün dünyada çox böyük bir vüsət alıb. Yəni bu təkcə bizim ölkəmiz üçün deyil, dünyada bunu belə tsunami kimi adlandırırlar da və xroniki xəstəlikləri də göz önünə alsaq, şəkərli diabet, qan təzyiqinin yüksək olması, xərçəng xəstəliyinin özü, ürək-qan damar sistemi xəstəlikləri piyələnmə bir risk faktorudur və bu risk faktorunu aradan qaldırmaq üçün, bəli, əgər mənim bədən kütlə indeksim 35, 40 və onun üzəridirsə, tibbi göstərişlər də varsa, yaxşı üsullardan biridir. Amma yenə də burada mütləq şəkildə komanda işi olmalıdır və mütəxəssis nəzarətində olmalıdır. Bu əməliyyat zamanı mədənin fundus adlandırdığımız dip hissəsi çıxarıldığı üçün ifraz olunan iştah hormonunun, yəni qrelin hormonunun səviyyəsi kəskin azalır. Bu isə iştahının azalmasına və doyma hissinin yaranmasına səbəb olur. Bu əməliyyatın bir neçə növü var. Mədə kiçiltmə əməliyyatının bir çox növləri var. Ən çox dünyada yayılmış mədənin boylama rezeksiyası deyilən bir rezeksiyadır. Yəni mədəni sanki belə paltarın qolu kimi onu yandan daraldırlar. Mədənin yan tərəfindən bir hissəsini xüsusi bir boru şəklində kəsirlər və mədənin qalan hissəsi də özü bir boruya çevrilir. Ona görə buna borulu mədə deyirlər, ya boru mədə, türkçə tüp mədə də deyirlər. Bu proses xüsusi kamera altında bir neçə dəlikdən bir çox demək alətlərin istifadəsi ilə, xüsusilə tikiş cihazının da istifadəsi ilə aparılır. Mədəyə bant qoyulma üsulları, biz ona türkçə belə deyək ki, kələpçə də deyirdik. Yəni kələpçə bu, yəni ki, sanki bir qolbaq kimi bir şeydir. O mədənin yuxarı hissəsində xüsusi bir daralma yerinə qoyulan bir xüsusi elastiki bir band idi. Onun da xüsusi sıxılma üsulları olurdu, ya sıxılma dərəcəsi artırıla bilirdi, ya azaldırıla bilirdi və yaxud daimi eyni səviyyədə sıxılma olurdu. Qızıl standartlardan da biri odur ki, nazik bağırsağın uzun bir ilgəyini, demək, qida zəncirindən təcrid edərək gətirib onu birbaşa mədənin həmin o yuxarı hissəsində yaradılmış xüsusi o cibə birləşdirmək. Mədə kiçiltmə əməliyyatı təxminən 2 saat ərzində icra olunur, amma mədədə o digər əməliyyat, nazik bağırsağın mədənin yuxarı hissəsinə birləşdirmə əməliyyatı hardasa 3 saat yarım ərzində tam bitirilir. Cərrahımızın izah etdiyi hər 3 növ əməliyyatdan sonra kilo azalır və pasiyentlər yeni həyat tərzi yaradırlar. Bu dəyişiklik onların həm xarici görünüşlərinə, həm də psixoloji olaraq yaxşı yaşamalarına səbəb olur. Baş ağrısı, yuxu problemləri, təzyiq, ikinci tip şəkərli diabet kimi daha öncədən yaşanan rahatsızlıqlar və xəstəliklərin şiddəti azalır.
bizdə mədənin deyək ki, kiçildilməsi üçün və yaxud çəkinin kiçildilməsi üçün birinci mərhələdə xüsusi mədəyə yerləşdirilən balonlar var. O balonlar mədədə şişirilir. Əməliyyat günü hazırlıq kimi 6 aya qədər qalırlar. Pasiyentlər 10-15 kilo çəki itirirlər və pasiyentlər nisbətən daha aşağı risk qrupuna endirildikdən sonra onları artıq bu operativ müdaxilələr aparıla bilir. Əməliyyat sonrası ağrının az olması, həmçinin tikişlərin kiçik və görünməz olması və bir də normal həyata tez qayıdış bariatrik əməliyyatın üstün xüsusiyyətlərindən biridir. Elə isə gəlin görək, bu əməliyyat hansı hallarda və kimlərə tətbiq olunur? Misal üçün, adam boyu 1.70-dirsə, çəkisi onun olmalıdır, o boydan çıxmalıdır 100 rəqəmini, olmalı 70 kiloqram. 70 kiloqram onun normal bir çəkisidir bu insanın. Əgər bu normal çəkisi 70 deyilsə, deyək ki 90-dırsa, 90 kiloqramdırsa, məsələn deyirəm, o 70-i 90-a böldükdə o bir müəyyən faiz alacaq və bu faiz o görəcək ki 40-50 faizdən artıqdır sadə dildə. Bu artıq həyəcan təbini və bu rəqəmi aldıqda o xüsusi deyək ki, diyetoloqa müraciət edəcək və ona düzgün kriteriyaları aşılayacaq və başa salacaq ki, sizə bu mədə kiçiltmə əməliyyatı uyğun ola bilər, yoxsa yox. Mədə kiçiltmə əməliyyatı xüsusilə deyək ki, yanaşı gedən xəstəlikləri, hipertoniya xəstəliyi, şəkərli diabeti olan xəstəliklə, sonra oynaqlarda deformasiya olan pasiyentlərdə, sonra böyrək patologiyası yeni başlayan pasiyentlərdə, ürək-damar xəstəlikləri, stenokardiya halları olan pasiyentlərdə onlarda ən çox məsləhətdir. Və bu pasiyentlərdə əgərsə bədəndə endokrinoloji, metabolik pozulmalar varsa, bunlar da xüsusi göstəriş sayılır. Amma burada qərar vermək üçün bu bariatrik həkimlərin də bir toplantısı keçirilib, konsiliumu keçirilib, bir neçə həkimin iştirakı ilə bu pasiyentlərin əməliyyat olmasına qərar verilə bilər. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Artıq çəkili insana deyilir ki, ağzını tik və idmanla məşğul ol. Onda çəkini itirəcəksən. Əslində bu o qədər də bəsit bir şey deyil. Artıq çəki yalnız çox yeməklə və az hərəkət etməklə yaranmır. Bunun səbəbi hormonal, metabolik, mədə-bağırsaq, genetik, hemostatik sistem problemləri ilə də ola bilər. Unutmayaq ki, belə insanlar onsuz da çəki ilə bağlı narahatlıqlarını daxilən yaşayırlar və psixoloji təzyiq etməklə onları daha çox depressiyaya salmış olarıq. Piyələnmə ümumiyyətlə multifaktorial xəstəlikdir və piyələnmə xəstəliyi sadəcə qida ilə bağlı olsaydı və sadəcə mən qidalanmamı müəyyən qədər düzəldərək piyələnmədən qurtula bilərəm kimi düşüncəmiz olsaydı, o zaman bu qədər insanlar piyələnmədən artıq çəkidən əziyyət çəkməzdi. Deməli, bunun fonunda bir psixoloji faktor da var və psixiatriyada hətta davranış pozğunluqlarından, asılılıqlardan biri kimi də gedir piyələnmə. Çünki yemək alışqanlığının pozulması, yemək davranış pozğunluqlarından biridir. Ona görə də psixiatr, psixoloq da bir nəzarət etməlidir, həmin xəstələrə ilkin olaraq müayinədən keçməlidirlər. Bu dəfəki verilişimizin məşhur qonaq rubrikasında sevilən müğənnimiz, caz, pop, muğam janrlarının mahir ifaçısı Emma xanımdır qonağımız. Necəsiz Emma xanım? Yaxşıyam, siz necəsiz? Sizi gördüm, oldum daha da yaxşı. Çox sağ olun, mən çox şad oldum. Neçə vaxtı sizi efirlərdə görmürük və insanlar arasında belə bir söz-söhbət yaranıb ki, siz də bariatrik əməliyyat etdirmisiniz və bu yolları xılamısınız. Bu həqiqətən belədir, yoxsa? 19 il öncə mənə bariatrik falan anlamı yox idi. Bu köhnə mövzudur, bu artıq köhnədir, bu qədimi mövzudur. Çünki 19-cu ilə keçib mənim bu cür formada qalmağım. Nə usulla arıqlayırsan arıqla, sən əgər öz iradə və kontrol eləməsən, sən 2 qat o çəkini geriyə qaytara bilərsən. Hətta bariatrik əməliyyat olsa belə. Hətta savadlı həkimlər, savadlı bariatrik cərrahlar əslində öz pasiyentlərinə onu deyirlər. Emma xanım bariatrik əməliyyat etdirməyib, o sadəcə olaraq pəhriz saxlayıb. Mənim bir pərəstişkar xanım
bariatrik əməliyyatdan sonra 2-3 il keçmədi, həddindən artıq çox geri çəkib qaytardı özünü təzdən və indi də arıqlaya bilmir. İnsanlar tanır 3 dəfə bariatrik əməliyyata giriblər. Yəni, bu da düzgün deyil. Siz belə başa düşdüm ki, çox iradəli insansınız ki, elə öz şəklinizi olduğunuz kimi də saxlaya bilirsiniz. Bəli, çünki mən boyum 1.52, çəkim 98 idi. Artıq uzun illər keçib. Yəni, sadəcə ye, hər şeyi, amma qədərini deyil. Qədəri demişkən, Emma xanım üçün qədər nə qədərdir? Əsasən qida rasionunuza nələri daxil edirsiniz? Hər şey yemək lazımdır. Mən şokoladımı da yeyirəm, şirniyyatımı da yeyirəm. Yarpaq xəngəl düzdür, ildə bir dəfə yeyərəm. Çünki çox ağır qida olduğuna görə mən ondan az yeyirəm. Amma hər şey qədər. Baxın, həkimlər nəyə görə deyirlər ki, arası o çörək də yemək lazımdır. Əgər hansısa insan kökdürsə və zəifləyə bilmir, aşırı kökdürsə, 100 kilodan oyansa, yəni gelib elətdirsin. Əgər o insanın səhhətində digər problemlər varsa, təbii ki, həkim ona kömək edəcək. Mən özümə aid olan, mən deyirəm ki, şəxsən mən elətdirməzdim. Məncə də iradəmiz biraz güclü olmalıdır. Əgər öz sağlamlığımızı, özümüzü seviriksə, bariatrik üsullardansa yaxşısı budur ki, çalışın, əziz izləyicilərimiz. Özünüz arıqlayasınız, özünüz buna cəhd eləyəsiniz, idmanlar, təhlizlər. Amma həkimin köməkliyi ilə. Bəli, mütəxəssislərin köməyi ilə. Mütəxəssissiz arıqlamaq olmaz. Çünki bu insanın sağlamlığına çox böyük zərbə vura bilər. Tam razıyam. Siz özünüz də diyetologlarımız sayəsində. Mən özbaşınalıq yəni olmaz etməm. Hər bir sahədə belərəm. Təşəkkür edirəm sizə. Həmişə sağlam olasınız. Həmişə belə formada olasınız. Gənc qalasınız. Təşəkkür edirəm. Var olasınız. Var olun. Çox sağ olun. Artıq çəkidən xilas olmaq üçün bu əməliyyatı tərcih edənləri əməliyyat zamanı, həmçinin gələcəkdə hansı risklər, problemlər, fəsadlar gözləyir deyirsinizsə, diqqətlə qulaq asın. Ən çox rast gəlinən problem nədir? Qidanın həcmi az olduğu üçün, əgər ki, düzgün olmayan qidalar qəbul edilərsə, məsələn, karbohidratlı bir qida qəbul edilərsə çox miqdarda, bu zülal çatışmazlığına gətirib çıxardacaq. Ona görə o insanlar qida rasionlarını balanslı şəkildə elə qurmalıdırlar ki, gün ərzində ehtiyacı olan həm zülalı alsın, həm karbohidratı alsın, həm yağı alsın, həm də vitaminləri və mineralları alsın və ən çox əksiklik yaşanan, çatışmazlıq yaşanan vitaminlər dəmir əksikliyidir, B12 əksikliyidir, B qrupu vitaminlərin əksikliyidir və zülal çatışmazlığıdır. Bunları mütləq şəkildə mütəxəssislə əlaqədə olmaq və həm əməliyyat öncəsi, həm də əməliyyatdan sonra bu insanlar mütləq mütəxəssis nəzarətində olmalıdır, davamlı şəkildə. Yoxsa bu çatışmazlıqları aradan qaldırmaq insan öz üzərinə götürərsə, o qədər də asan bir iş deyildir. Pasientlərdə bəzi vitaminlərin və sağlamlıqla əlaqəli maddələrin sorulması zəifləyir. Xüsusilə B12 vitamini, bir çox bioloji maddələrin, vitaminlərin sorulması zəiflədiyi üçün pasientlər uzun müddət xüsusi qida əlavələri və bioloji aktiv maddələri ömür boyu içməyə məcbur olurlar. Yanaşı olaraq qidalanma üzrə mütəxəssis, yəni həkim komandası olmalıdır, komanda şəklində işləməlidir. Sadəcə bir cərrahi əməliyyatla iş bitmir və əməliyyat öncəsində də, sonrasında da mütləq bu əməliyyata müraciət edən insan özünü tam olaraq buna hazırlamalıdır. Təəssüf ki, bizdə bariatrik əməliyyatı estetik əməliyyatla səs salanlar çoxdur. Elə buna görə də bariatrik əməliyyat sonrası onun fəsadları ilə qarşılaşanlar daha çoxdur. Əgər ki, çox aşağı bədən kütlə indeksinə sahib biridirsə, artıq çəkidən əziyyət çəkirsə və bu sadəcə mədə kiçiltmə əməliyyatı ilə fiziki olaraq özünü kilo verdirmək, arıqlamaq istəyirsə, bu insanlara təbii ki, məsləhət görməzdim. Tibbi göstəriş olan hallarda, bəli, mütləq şəkildə edilməsi vacib olan bir əməliyyatdır, amma tibbi göstəriş olmadığı hallarda heç kəsə tövsiyə etməzdim.
Əslində bu əməliyyatı morbid piylənməsi olanlar etdirə bilər. Morbid piylənmə ölümcül piylənmə deməkdir. Yəni onun həddi o qədər yüksəkdir ki, ürək çatışmazlığı və digər fəsadlar verərək xəstəyə həyati təhlükə yaradır. Piylənmə özü başlı başına bir xəstəlikdir və piylənmənin yaratmadığı xəstəliklər yoxdur insanda. Piylənmə bir iltihabın varlığıdır orqanizmdə və mən bu piylənmədən qurtularaq o digər qorxduğunuz bütün xəstəliklərdən əslində özünüzü sığortalayırsınız. Bariatrik əməliyyatdan sonra yaxın qohumum, tanışım və ya qonşum xərçəng tutdu. Təəssüf ki, bu tip xəbərləri çox eşitmişik. Elə isə gəlin görək, niyə bu əməliyyatdan sonra belə sağalmaz xəstəliyə tutulma ehtimalı yüksək olur? Bu söhbətlər çox da belə sübut olunmayıb ki, məhz bariatrik əməliyyatlardan sonra məhz xərçəngə tutulma ehtimalı artıb. Elə bir şey yoxdur. Tərsinə rəqəmlər bu dəqiqə var ki, bariatrik əməliyyatlardan sonra bəzi onkoloji xəstələrin rast gəlmə ehtimalı azalır. Əslində bu belədir. Sadəcə olaraq həyatımızda adi insanlarda da xərçəng halı nə qədər baş verir. Sadəcə o populyasiyada da mədə kiçilən xəstələrin sayı da nisbətən artdığı üçün təbii ki, o xərçəng adi xəstədə rast gəlirsə, onlarda da baş verəcəkdirsə, baş verir. Ona görə onu mədə kiçiltməklə belə əlaqələndirmək tam da doğru deyil. Bir də bu sual insanları daha çox maraqlandırır. Əgər bariatrik əməliyyat etdirmişəm və daha çox çəki itirmişəmsə, məndə xərçəng yaranma riski var? Xeyr, bu da yenə yanlış bir fikirdir. Arıqlama yetərincə olmalıdır. Əməliyyat ona görə aparılır ki, pasiyentdə nəzərə çarpan bir arıqlama olsun. Misal üçün deyək ki, 160 kiloluq xəstədən biz əlbəttə ki, istəyirik ki, boyunu da nəzərə alsaq, nisbətən deyim ki, bir 50 kilo təxminən biz istəyərdik ki, onda arıqlama geçsin. Arıqlama da tədricən gedir. Bəzən bir mərhələdə bir əməliyyat aparılır, ondan sonra ikinci mərhələdə daha bir ağır əməliyyat aparılır. Məsələn, qapalı əməliyyat. Pasiyentlər var, heç cür arıqlaya bilmirlər və öz iştahına hakim ola bilmirlər. Onlarda çəkinin geri qayıtması baş verir. Bu pasiyentlərə tibb daha fərqli əməliyyatlar düşünür. Tibbin arsenalında bir çox daha başqa mürəkkəb, nadir aparılan bariatrik əməliyyatlar da var. Yəni bunu da professionallar tətbiq edirlər. Bariatrik əməliyyatdan sonra qidalanma vərdişiniz əvvəlkindən fərqli olacaq. Elə bu haqda geniş məlumatı diyetoloqumuz danışdı. Mənim üsulum nə olur? Həmin insanın ilk növbədə bütün zərərli vərdişlərini kənarlaşdırırıq, qidalanma bir planı hazırlayırıq və həmin insana uyğun qidalanma protokolu tərtib olunur və daha çox mən deyərdim ki, piylənmə və xroniki xəstəlikləri olan insanlar pəhriz istəyən kimi yağsız, duzsuz, aşağı kalorili qidalanma nəzərdə tuta bilər. Amma biz birinci növbədə etdiyimiz orqanizmdə xroniki iltihab yaradan qidaları qida rasionundan çıxartmaqdır və birinci yerdə də fast food və paketli məhsullar gəlir burada və un məmulatları gəlir. Ağ un, ağ undan hazırlanan, qara undan hazırlanan da mən ilk etapda çıxardıram. Karbohidratı daha çox çalışıram tərəvəzdən, lifli qidalardan almağa çalışsın və mədə kiçiltmə əməliyyatı eləyən insanların lifli qidalar daxil edilmək biraz bizə çətinlik törədir. Nəyə görə? Onlar liflidir, həcm verir, şişir və yanaşı olaraq zülalın qəbulu. Ona görə biz o qədər fikir verməliyik və düzgün qidalandırmaq lazımdır ki, bir-birinin mənimsənilməsini pozmasın bu qidalar. Qəbul edilən kalori və itirilən kalori bunların arasında böyük fərq olmalıdır ki, gündəlik pasiyentdə arıqlama geçsin. Aydındır ki, insan karbohidratları bir mənalı demək ki, məhdudlaşdırılmalıdır həkimlərin tövsiyəsi ilə və öz baxışı ilə üstəgəl gec həzm olunan karbohidratlara üstünlük verməli. Bu ikinci sadə nöqtədir. Üçüncü də çox önəmli nöqtə, bunu da heç bəzən vurğulamırlar altına. Qəbul edilən qidanın həcmi, həm də çəkisi, ağırlığı o olmalıdır məhdud miqdarda. Tutaq ki, sən biri var 1 kilo ət yeyəsən, hətta yağsız ət. Bir də var ki, 200 qram ət yeyəsən. Pasiyentlər unutmamalıdır ki, salmaq istəyirsənsə öz çəkini, qidavın çəkisini azaldacaqsan.
bizim pasiyentlər olub ki, buzdolabını həqiqətən açarla, belə zarafatla da desək, bağlayıblar və nəticəyə nail olublar. Bilirsinizmi? Burada iradə çox önəmlidir, iradə. Bariatrik cərrahiyyədən sonra idman da mütləqdir. Yoxsa dəriniz sallaq olacaq. Necə ki qidalanırıq, necə ki yatırıq, necə ki dururuq, idman da bizim həyatımızın bir hissəsi olmalıdır. Bu vacib qaydada belədir. Qaldı ki, əməliyyatdan sonraki proseslərə, əməliyyat sonrası həkimin nəzarətindən sonra artıq idman başlanılmalıdır mütləq şəkildə. Çünki artıq orada çox çəki itkiləri baş verməyə başlayır və bu da qeyri-anormal formada insan arıqlamağa başlayır. Ona görə dəri sallanmaları mütləq şəkildə görülür və bunu da onun aradan qaldırmaqdan ötürü biz əzələlərimizi bərkitməliyik. Çünki dərini məşq etdirəcək belə bir şey yoxdur. Ona görə də məcbur biz əzələlərimizi işlətməliyik ki, ən azından bu prosesi biraz yavaşlandıra bilərik. Və üstəlik də bir insan artıq çəkidən çox əziyyət çəkirsə, uzun müddətdirsə, o dərinin elastikliyi və yaş həddi varsa, çox ləngiyir. Dəri sallanmaları bizim gördüyümüz fiziki qüsurdur. Daxildən də zülal nədir? Bütün vitamin mineralların daşıyıcıları zülaldır. Hormonlarımız hamısı zülallar əsasında rol oynayır və əgər ki nəzərə alsaq yağların mənimsənilməsi də pozulursa, hormonal problemlər də yanaşı olaraq gəlir. Ona görə belə insanların mütləq şəkildə balanslı qidalanması vacibdir. Əgər çəkiniz və piylənməniz həddindən çox deyilsə, məşqçimiz bariatrik əməliyyata getməyinizin tərəfdarı deyil. Mən açığı əməliyyatın tərəfdarı deyiləm, yəni məndən bir məşqçimi soruşsaz və mən əsas görərdim ki, idmanla məşğul olsunlar. Amma belə də götürə bilərik ki, xəstələr var hansı ki, ağır şəkərdən əziyyət çəkirlər. Genetik olaraq, misal üçün, onlarda təzyiq var, artıq çəki, həddindən artıq, yəni yüngül bir qida qəbul edir, artıq onda hormonlar qaydasında deyil. Mən əslində bunun tərəfdarıyam ki, birinci hormonlarını qaydasına salsınlar. Hormon da ki, yuxu rejimini düzəltməklə, bu formada, misal üçün, kişilərdə testosteron hormonu aşağı düşdükdə artıq çəkidən artıq əziyyət çəkməyə başlayırlar. O da testosteron azaldıqca piylənmə baş alıb gedir və onun qarşısını almaq olmur. İnsanlar da asan yolunu seçirlər və əməliyyata doğru gedirlər. İstəyirlər əməliyyat olsunlar ki, tez bir zamanda bu qutarsın. Amma yəni bu qurtuluş yolu deyil. Əsas məsələ insan gərək özünlə mübarizə aparsın. İlk öncə stimul olsun və motivasiya verəcək bir şəxs olmalı ən azından yanında. Bu ata ola bilər, qardaş ola bilər, bir yanında bir müəllim ola bilər, məşqçi ola bilər ki, ona stimul versin və desin ki, bu sağlam, normal həyata qayıtmaq üçün ona bir dəstək olsun. Arıqlamaq elə bir qeyri-adi çətin bir şey deyil əslində. İnsan biraz iradə göstərsə, xarakter göstərsə, belə deyək, artıq onu eləyə bilər. Yeniyetmə dövründə uşaqlarda olur ki, uşaq vaxtı istəmirlər, artıq biraz böyüyürlər, məktəb dövrü çatır, artıq formalaşırlar, yetkinlik dövrünə çatırlar, bir cəmiyyət formalaşır ətraflarında, sosial çevrə. Orada artıq özlərini kompleksli olmamaq üçün istəyirlər arıqlamağa başlayırlar və onlara stimul verir o, həmin o sosial çevrə. Şəxsən mənim öz təcrübəmdə olub dəfələrlə. Yaxşısı budur, sağlam olaq və idmanı həyat tərzimizə çevirək. Bariatrik cərrahiyyə təbabətin bir qoludur. Artıq terapevtik üsulların deyək ki, effekti olmadıqda cərrahi əməliyyatı tətbiq eləməlidir. Cərrah o birinci yaxşı terapevt olmalıdır. Ola bilər ki, gələcəkdə biraz da fərqli əməliyyat növləri ortaya çıxsın. Həkimlər nəzəri və praktik bazaya malik olmalıdır ki, xəstələrdə hansısa bir əməliyyatları etmək üçün. Yəni ki, həm fəsadların qarşısını almaq üçün. Bir də yaxşı cərrah, belə bir deyim var, o cərrahdır ki, ağırlaşmaların öhdəsindən gələ bilir. Həm terapevtik olaraq düzgün pasiyentlərə əməliyyat göstəriş çıxardır. Bütün yanaşı xəstələri nəzərə alır. Multidisiplinar yanaşma formasında çalışır. Multidisiplinar formada, yəni bir növ ki, sahəyə aid olan mütəxəssislərin iştirakı ilə bir qərar verir. Bir də bu arada bir mövzuya da toxunmaq istəyirəm. Son dönəmlər müxtəlif, belə deyək ki, insanlar istifadə edirlər. Belə də peptidlərdən arıqlamaq üçün. Bu da bütün dünyada artıq
aktuallıq qazanan bir müalicə üsullarından biridir. Onu da öz başına etməməyə tövsiyə edərdim insanlara. Rahat əl çatılandır və gedib də belə deyək ki, biz apteklər şəbəkəsindən əldə edə bilirik. Qonşumuz edib, kiməsə məsələn həkim təyin edib, endokrinoloq təyin edib şəklində deyil də özümüz müraciət edib və bizdə problem varsa, bəli, peptid müalicəsi bu gün dünyada istifadə olunur və insanlar da istifadə edə bilər. Yenə də mütəxəssis təyinatı ilə olmalıdır, öz başımıza olmamalıdır. Artıq bildik ki, bariatrik əməliyyata getməzdən öncə çox diqqətli düşünməlisiniz. Həqiqətənmi bu əməliyyata ehtiyacınız var, yoxsa yoxdur? Gələn həftə yenidən yaxşısı budur da görüşənədək. Hələlik!